Salam verək ki, mənim əzizlərim. Hər vaxtınız xeyirli olsun. Bütün balıqçıların balığı da bol olsun, uğurlu olsun. Axır ki, mən də müəyyən bir vaxtdan sonra görüşdüm sizinlə. Yenə də video çəkirəm. Müəyyən səbəblərdən gələ bilmirdim. Axır bir dəfə gəlmək istədim. O da deyilmək olmasın, yaman küləkdir. Məcbur olub maşının içində giriş videosunu maşının içində çəkirəm ki, sesimi heç olmasa eşidə bilim. Ramizdir burada. Eyşəndir. Eyşən kişi. Görüşmüşük gəndə. Belə baxdıq ki, külək az olar. Sən demə, gölün qırağı çox küləklidir. Bu günləri nə olacaq? İnşallah balıq tutarıq mənə gəlir. Göstərəcəm bu ayda vəziyyət necədir. Ses gəlirsə maşını bilmirəm. Maşını tərpədir edək ki. Deməli 23 mart dedim onu. Şimal küləyidir. Zəif demişlər, yaman 11 metrəyə qalxıb. İmkan olar tutarıq, olmaz, istirahət eləyərik. Həm də görüşdük, söhbət çoxdan da görüşmürük, bir yerdə deyirik. Deməli belə. Baxın, davam ediyor. Mənə gəl maraqlı olar, balıq olar, olmasa da yəni bildiklərimi sizinlə paylaşacağım. Yenə də qırmaqlar haqqında bunu söhbət eləyəcəyik. Hansı növ qırmaqlar götürmək olar. Yəni biraz bildiyim məlumatlardan verəcəm. Bu da bizim göldə olan vəziyyətimiz. Küləkdir belə. Biraz sakitləşsə əla olar. Ramizdir. Hamı darıxmışdı olsun. Salam verək. Bir də salam, bir də salam. Bir də salam. Bütün tamaşaçılar hamısı tanış olur. Tanımayanlar da tanıyır. Necə Şabanlıyor? Şuraya koydu yapıyorlar. Aynen Allah'ın işine. Süteylədi. Allah. Maşallah. Həmşəşim. Bir. İki dağıtmışdı bu sözü deməksə 3 ay. Tərəzi də var, metrə də var. Ne istəsə yoxlaya bilərik. Allah. Adı gəlsin. Mən çəkdim yerine. Qırmaqlar həmin əyridən də. Mən qırmaqlardan söhbət eləyəcəm. İndi hələlik sezon başlayır, təzə başlayır. Yəni sırf mənə gəl bütün göllərə aiddir. İsti soğuk hava keçir. Elə bir soğuk havadan isti havaya keçir. Yavaş-yavaş yaz gəlir. Biraz bilməyənlər üçün deyim ki, yəni gələndə navotka elə verim ki, yəni bilsinlər ki, har atsınlar. Deməli, hava dərinlikdə, balıq soğuqda dərinlikdə olur, aşağı təbəqədə. Yəni, nə qədər dərin olsa, gölün ən dərin tanıyırsınızsa, dərin yerində olur, soğuq havalarda. Haradasa, alimlərin dediyinə görə 10 dərəcədən yuxarı olanda balıq başlayır tərpənməyə. Birinci yemi nə olur? Yemi olur, yəni ki, soxulcandır, ac olur da, yəni az tərpənir, qış vaxtı soğuk olanda az tərpənir, çox hərəkət eləmir ki, enerji itirər. Yəni balığın xasiyyəti odur, biraz hava isti olan kimi başlayır yemlənməyə. Yem də necə olur? Harda axtarır birinci? Sualın cavabı budur, harda axtarır? Deməli, suyun qırağı, haradakı dərindir, biraz suyun yanı dayazdır, yavaş-yavaş balacalaşır. Deməli, həmin qıraq, suyun qırağı, gölün qırağı tez qızır biraz. Xüsusən də ən yaxşı qamışların yanında. Yəni, qamışlıq olan yerdə istilik vurur qamışa, o suyu da qızdırır, biraz çox qızdırır. Sahildən başqa yerdə, yəni boşluq olan yerdən yaxşı qızdırır. Çalışaq tez-tez deyim, yəni vaxtımızı almayayım. Kimə maraqlıdırsa, bilmirsə qulaq assın, axıra kimi. Deməli, neyinirsiniz? Deməli, bazarınız qədər biraz yaxın atsın. Yaxşı hava, bir gün, 2 gün isti hava oldu. Gəlirsiniz qırağa, fikir vermişlər, Üçbatan gölündə maşallah biz gələ bilmədik. Neçə gündə isti idi, qəşəng balıq tuturdular. Niyə görə? Hamısı paploqla qırağa gəlir, balıqlar qırağa gəlir. Su qızıb. Deməli belə. Yem də nə istifadə eləmək lazımdır? Canlı yem. Aparışdır, nə bilim, soxulcandır. Sonra başqa nə var canlı yem bizdə istifadə eləmək. Yəni ki, elə bir yem ki, bunlar bu saat enerji yığmaq istəyir də. Enerji, onları cəlb eləyən. Çörəkdirsə, sərімsaqlı çörək eləyir. Yəni, hələ ki, hava sərindir deyənə. Şirin
yımıqlardır, şirin yeməklər hamısı yayda olur. Yəni o tez cəlb eləyir. Amma hələ ki sərindir deyənə tam isti deyil, sərімsaqlı. Qabıqdır, götürdün, məsəl üçün qırağına sürtürsən, atırsan. Ya bankada mən demişdim, bilməm bu video qalır yoxsa yox. Bankada axşamdan hazır edirsən, qəşəng kvadratlar doğrayırsan, içinə sərімsağı atırsan, bankanın içinə ağzını bağladın. İyi götürür özünə, sürtmək də lazım olmur. Rahat götür bankadan, istifadə elə atkinə, Paplovaka. Yine hal-hazırda biz gəlmişik, belə də, küləkdir deyənə, uzaq atırıq dərinə. Yəni ki, hava soğuqdur, biraz soğuyub, balıq qaçıb. Değişən də uzaq atır da, birisi həmişə, və o videolardan birisi ki, uzaq atır. Yəni, ona görə soxulcandır, qırmağa soxulcan keçirdi. Qırmağı da əyri-müyri olan, bilirsiniz də hansı qırmaqlardan, əyri qırmaqlardan. Ben tapanmadım onu hələ ki. Düz deyil, axtarmamışam. Yoxlamaq lazımdır onda. Qırmaqlardan sonra danışacağım. Yəni ki, bir-iki də məlumat verəcəm, bilirsiniz nə eləmək lazımdır. Bacardığım qədər bilməyənlərə mən də borcum odur ki, bildiyimi paylaşım. Mən özümə onu borc bilirəm. Deyirəm, belə havada bunsuz olmur da. Bunun ləzzəti ayrıdır. Maşın var, 2 dənə maşın var. Amma bu elə bir... Aha, Ramiz nə edir orada? Yoxlayır, yoxsa görək balıq var. Var! Gelip yaxını görüm. Nəsə balıq oxşayır. Necə getirir deyəsən? İnişdə ağırdır nəsə. Kulokza da olar birdən. Çünki balıq da olsun. Yoxdur. Yox səndə. Əlində hissələdir heç olmasa. Bilirəm, ağır gəlirdi. Titrədirdi. Yox, eşidirdi. Deyirəm, olur da burada. Göç batandır da. Ne istəsən getirə bilərsən. Heç sadə. O televizorda deyirlər, çox vaxtı fürsətdən istifadə edib. Buradan salam göndərmək istəyirəm. Rusiyada yaşayan bütün həm yerlilərimizə hamıya salamlar olsun. Sizi salamlayıram, baxırsınız, bilirəm, çox adam baxır oradan. Xüsusən də əlaqə saxladığım Zaur və Elxan qardaşlardır. Allah can sağlığı versin. Əlaqəmiz var, WhatsApp-la onları bir qəşəng canlı Volqa çayında necə woblerlə balıq tuturdular. Çox qəşəng, düzdür, tutmaq olmadı, vaxtımız az oldu, çox baxa bilmədim. Amma elə bir o anı yaşatdılar. Çox sağ olun sizə. Allah həmişə işimizi, gücümüzü bol eləsin orada, ruzumuz bol olsun. Bütün ülkədə yaşayan adamlar, Azərbaycanlılar, bizim qardaşlarımız, bacılarımız var. Hamıya can sağlığı. Salamlar deyirəm buradan. Bakıdan sizə hamıya salamlar olsun. Gördüm vurur. Bu da ben gördüm vurur. Maşında oturup söhbət eləyir. Elə düz qabağımızda. Bu da eli, babiyak kimi. Hə Ramiz, hə. Ay maşallah, yaxşı atmısan ha. Hala böyle yalan. Gördüm. Aşağı ilişti. Haydi ver bana. Allah. Qəşəng. Başqa məsələ. Nəyə gəldi? Çörəyə. Çörək? Allah. Bunlar da bizim kimi çörək sevəndir də. Adı gəlsin. Qəşəng. O burası soxulcana gəlmişdi Elşəndə. Bu da çörəyə. Düzdür, bir yaxşından deyil.
Var ha, balık var. Qismətsə tutacağız. Prosta biraz da nəsə dəyişmək lazımdır da, eyni olmasın. Deməli, bu küləkdən asılı olaraq vəziyyət belədir də. Bəlkə də küləkdə danışmaq olmur, yaxşı eşitmək olmur. Çəkiliş eləmək biraz alınmır. Eşitməyəcək. Ona görə məcbur edir ki, maşında oturub danışıram. İndi Ramiz onu deməli mən qabaqcadan deyim, göstərəcək. Bilirsiniz də biz həmişə tutduğumuzu göstərir, necə tuturuq. Qabaqcadan deyim, dəniz üsulu. Adi dəniz üsulu ilə tutub. Çörək zat, indi hamısını düzəldəndən sonra göstərəcək. Mən də sizinlə paylaşacağım. Necə tutduğunu. Bu başqa üsulundan tutur. Deməli, Ramiz nə edir? Keçdi belə. Belə sıxır biraz. Əzir. Balaca rezinlərdir. Ne? Rezinlər özünü tapırsan da əlbət. Özünün üstündə gəlir. Sağ, belə. Özünün üstündə gəlir. Ha, hələ. Taxtı belə. Çıxdı. Nə bir yaxalan şey, tələsmə. Adamın əli düşüydü üzü. Salam. Aleyküm salam. Hayran, keçir da. Ağzı. Qırmağı keçirdirsən belə. Qırmağı keçirdim, şu atırsan. Balığı tutursan, boy kimi. Qırmağı da belə keçirdir də. Tutamırıq. Heç adi bir keçirdim, şu. Bir dənə şey göstərir, təmiz. Dəniz üsulu, bax, budur uşaqlar. Bax, belə. Bir dənə atdan, bir dənə aşağıda. Şu, atır belə, dəniz üsulu deyirik də biz. Belə tutdum onu. Onu da yoxlayın. Yəni, eyni cür olmasın da, standart olmasın. Bir dənə yımıq qoy, bir dənə yem qoy, bir dənə nə bilim qarğıdalı. Çox şeylə gəlin ki, balıq tuta biləsiniz. Bax, birinə çörək qoydu, birinə yımıqla qoyub qurtla, soxulcanla. Birində aparışı var, Ramiz özü tapıb aparış. O, məsələn, üçüncünə aparışla qoyub. Hansına gəlir, elə də davam eləyirsən. Qırmaqlardan söhbət eləyib biraz. Bax, 3 cürədir burada, hal-hazırda məndə. Balaca, gövdəsi görürsünüz, biraz balacadır. Bu biraz böyükdür, bu lap uzundur. İndi bunların mənasını bir sizə deyəcəm. Deməli, bu balacanı götürək. Bunlar nəzərə alınıb, deməli, qalın da olur, nazik də olur. Bu nazik olanda, gövdəsi nazik olanda, dəmir. Bu balığa keçəndə, ağır balıqları keçəndə, yəni ki, sazandır, karpdır, biraz ağır olanda, bərk dartanda ağzını cırır. Alanda, yəni nəzərə alında, nə üçün alırsınız? Biraz qalın olanda rahat getirmək olur, yaxşı ilişir, əyilmir, eləmir. Yəni, o fərqi ondadır. Nazik niyə görə nazik buraxırlar? Sual verəsiniz ki, bəs niyə nazik buraxırlar? Nazik ona görə buraxırlar ki, onlara aparışdır, çox həssasdır, balaca balıqdır da, aparışları zadı bağlaya biləsiniz. Sonra aparışı keçirdə biləsən, xırda şeylər üçün də onlar əsas elə aparış üçün nəzərdə tutulub. Sonra bir də ağzı qanadın qurtları var, onlar deyirlər, indi bizdə Azərbaycanca bilməm nə deyirlər. Onu keçirdirlər. Amma bizdə məsələn ən çox bunu. Bunu balıq udur. Bu qırmağı, bunu balıq udur. Elə bil udur, keçir ağzına, udanda. Keçir ağzına tam ilişir. Əgər buraxacaqsa balığı düzdür, zədəliyir, eləyir, o heç də indi bizdə də onsuz da buraxan azdır balıqları. Belə deyək. Sonra bax bu. Sonra bu. Deməli, bu qırmaqdan tuta bilmirəm. Bax, görürsünüz bunun qırağında çıxıntılar var, yolka kimi. Bax, belə qırmaqların qırağında çıxıntılar var. Bunlar nəzərdə tutulub ki, soxulcanı keçirdəndə 3 dənə, 4 dənə bu qırmaqların qırağındakı olanlar onları qoymur bura çıxmağa. Yəni, uzun məsafə olduğuna görə buna soxulcan keçirdəndə tez çıxa bilir. 3-4 dənə atırsan, sürüşkən olduğuna görə çıxa bilir. Atırsan, suda xəbərin yoxdur, bir də görürsən, sürüşdü, getdi. Amma qırağında belə dəmirlər olur. Bax, belə xırda çıxıntılar. Bax, həmin o çıxıntılar onu imkan vermir ki, soxulcan buradan çıxsın. Krevetka, buna bax, krevetka da keçirdə bilirsən, soxulcan da, dəniz qurtu. O bursu isə, bax bu, sırf dəniz üçündür. Sırf dəniz üçün, uzun olanlar. Bunların da nazikləri var, qalınları var.
Bax, bu qalındır. Kobuddur biraz. Buna məsəl krevetka qoya bilərsən, çörək də qoya bilərsən. Sonra, nə bilim, bu cür dəniz məhsulları, amma dəniz qurdu var ki, dəniz qurdunu kesilmək olmur. Amma qaldı ki, bunun nazikləri, ona dəniz qurdunu kesildə bilərsən. Hələlik, yəni bunları bir söz, təzə başlayanda yavaş-yavaş öyrənəcəksin, nə var, nə yox. Amma necə vurdu ola bunlar? Aha! Oydu. Necə dartdı qaşa? Yox? Nə oldu da bu? Çoxların ondan səhv idi. Neyse çoxlardan çıxır, ikinci dəfə düşür. İkinci dəfə də. Neyse krusoklarda problem var ki. O çıxırsa deməli problem var da. O ucu vurmaqla o qaçdı. Nə bilim oldu. Hadi ki, gələn də balıq var. Bu dəfə də oradan var. Qəşəng. Ay maşallah olsun. Ha? Ha, qəşəng. Küllüdür. Əladır da. Adı gəlsin. 2 dəfə Allah'dan sonra axır düşdü. Starajok qoyub. Hə, zonok yox idi. Starajok əsasdır da. Belə küləkdə əsas starajokdur. Starajok yəni bax buna deyirlər. Bax bu. Karas düşəndə davam balığı aşağı düşür, qalxır bax belə. Yüzü bilirsən ki, balığı var. Yavaş, qaşəng vurdu. Təzad deyil, hə? Təzadlıdır. Amma yaxşı dartdı ya, neysə. Var, hə, neysə var. Var. Hoppa, maşallah olsun, qəşəng. Mən deydim, bugünkü küləkdə heç olmayacaq. Əla. Tamam. Şahane onu atmıyor. Adı gəlsin. Böylüyünə bax, bir. Əşərliyinə bax. İyi. Öyle bildim sazan. İyi. Aha, da elə bək vurur da. Balası deyir axı. Yaxşı balıqlardır ona görə. Adı gəlsin. Biraz gün çıxan kimi, maşallah olsun. Gün çıxan kimi hava düzəldi. Yaxşına baxanda yaxşı dindir. Rahat danışmaq da olur, çəkiliş eləmək də olur. Əla. Hava düzəldi, nasıl də yaxşı oldu. Balıq da olar inşallah. Tapıllardır pramlar. Hansı? Ha, git götür da. Vurur. Ha, yoksa ilişi. Ya ben de onu yıkıyorum. Aha, bu necə vurur ya, götürmür ya, mənə çatmır ya. Uzu tap batırıb. Tələşir ya. Şey de sence bana. Üçüncü də demək olar. Şu kurdun ucundan tut. Bu da boşdur. Yox, hesab, bu da bir dəfə tez götürdün axı da, bu da gecikmə zad yox idi. Eşen. Neyse qırmaqda problem var. Oy vursun. Nə bilim var. Skazlaşdı. İridir gel. Geldi. Gəlir? Ha, maşallah. Ha? Nə oldu? Gəlir daxil. Paplovka 15 dəqiqə olar atdılar bax. Hava sakitləşdi. Paplovka atan kim vurdu? Balıq gəldi yaxına da, külək dayandı. Gəldi yaxına. Paplovka da quruz əvəzi bax budur bax. Yemi qoyur, cəlb eləyir.
Maşallah. Allah Allah Allah. Hadi gəl. Gəlir. Yağdan sakitçilik, şöyle yanıb, qəşəng hava. İştildi. Yaxşı da. Ağap bax. Axır ki, pauzadan sonra ardı gəlsin. Periodifdən sonra maşallah nə qədər qurq. Müəllim başı yiyib içməyi vermişsə. Qəşəng ardı gəlsin. Saat 2 tamamdır. Keçdim Paplavaka. Dərində balıq yoxdur. Bizi spinninglər dayanıb təmiz. Sakit olandan sonra hava yaxşılaşdı. Balıqlar dediyim kimi gəldi qırağa. Bax burada tuturlar. Bax bu torpaq. Bu da qabağıdır. Çörəyin qabağı ilə. Dedim sənə Paplavaka götürsəm 1 saat 10 dənə tutaram. Qaras mənli idi də. Mənim işim budur da, Paplavaka deyə. Mən spinningi buraxacam başla. Deməli, əvvəl gördüyünüzdə bərk külək idi. Şimal külək idi. Balıq uzaqda idi dibdə. Yaxşı spinningə gəlirdi, eşən tuturdu. İndi sakitləşdi, hava düzəldi. Haradasa 1 saat bu yaxında buralarda. Başladı balıq oynamağa. Çox adam tutdu. Yəni Paplavakla tutmayan olmadı. Hamı tutdu. Üstündən biraz keçir, bir də görürsən ki, sakitləşdi. Ya yemək nəsə doydu, nəsə bir pauza yarandı, hardasa 1 saatdır. İndi spinning başlayıb vurmağa təzdən. Yəni ki, Paplavaka vurmur, 1 saatdır, heç kimdə vurmur. Spinninglərdə ses gəlir. Yəni bax, ona görə xeyirlidir. Bir dənə spinning atırsan uzağa, otursan özün üçün Paplavakla məşğul olursan. Ən yaxşısı odur. Paplavaka hardasa 1 saatdir, özünü göstərmir. O da səbəbi niyə görə? Mən sizə deyim, balaca xırda balıqlar ki, oynayır üzdə. O çörəyin qabığını, qurtu, nə qoyursan hamısını yiyir. Yəni xeyri yoxdur da, imkan vermir ki, qaras gəlib çıxsın ona. Atırsan, 2 dəqiqədən sonra yoxdur. Elə oturub gözləyirsən boş-boşdur. İndi hal-hazırda Paplavaka dayandı, bizi başladı uzağı işləməyə. Yəni spinninglər. Yox, elə-belə səs idi. Spinninglər xoda düşdü. Eşan da axırdı bir ağda. Balıq çəkildi qırağdan nəsə. Hava da biraz soyudu, neydi bilmirəm. 1 saatlıq girdilər sahilə. Axır ki, Ay maşallah. Axır ki, tərpəyiş oldu. Eyvah, qəşəng. Oldu 6. 6? Ay maşallah. Bərk vurdu, maşında idi. Qəşəng vurdu. Talmadı. Moşunu vurdu, yaxşı. Ağzından disə götürəcək. Birdən də vuracaq. Götürüb sən mütləq vurur. Dincəlirdiksə, qaçmasa yaxşıdır. Kimdən söz vuracaq? Kimdə görsə. Moşunu vurdu, qəşəng. Dalbadal vurdu. Titrətdən məlum var. Yoxsa çəkmə. Dedi, qəşəng. Üstündən. Oldu necə? Bax, bayaqda. Şaqqılladı. Qaçanlar var idi ya. Bir yağda gözləmək lazım idi. Bax, gəlir. Qaçmadı bu dəfə. Gözən necə eləyir? Sakit. Ona bax. 7. O tutur bir sayırıq. Allah dağlı yetirsin. Həmişə kimi öz amplansındadır. Kamil sana işləyir.
Həm maral vurur, yanır. Məsələn. Hə. Üstündə də elə bilər, amma elə bir tərpəndi nəsə. Bəzi elədi. Hə, bilmir olmur, bir də onu şaqqılıyır. Sənin bağlan oradadır, daşın yanında. Hə, deyirəm, o tərpənir. Bir dənə də bu seri götürər deyə. Leska da tarma döyür, soxada. Tərpənmir leskası. Talım döyür axı. Sən eləyirsən, öz eləyir. Yapmışam, görürsən. Qartı saxlamışam. Orada balıq olsa əlimdən istəyirəm. Yoxlayırsan. Əşt. Bu ne? Ha, var ya. Ha, bobla geldi. Ha, jiboblu geldi. Bizdə hədə bobla. Sezonda. Yaxşıdır baba. Bana bobla tutan gördün sən. Deyirəm axı, balaca baxır ha. Ha, vururdu. Balacadır. Baxın. Nədə? Ha, eşi balacadır, bırak. Keyf eləsin. Gücü çatmırdı O usta. geçsin, böyüsü. Əla. Şarjı yığışdırdı. Biz də yavaş-yavaş gedirik. Bugünün nəticəsi, bəhrəsi, əziyyəti. Maşallah olsun. Bu elə bütün gülə eşən demişik. Həmişə kimi eşən. Allah. Hamısı da böyük eşən. Həmişə kimi. Hə, balaca olsa bıraxırıq da. Yaxşı, hələlik. Sağ olun. Salamat qalın. Görüşərik inşallah. İnşallah, inşallah. Ha, elə tezdir. Elə Hə. zəifçilik. Elə buna zəif deyil Qabaqda ya. gözəl çəkilişlər olacaq. Allah qoysun. Oldu. Hələlik. Hələlik. Oldu. Sağ ol.